Salam, mən Həziyeva Leyla. 7-si 6-cı ay qəbula düşmüş sualı izah eləyəcəm Pythonla bağlı və deyim ki, bu sualda 20 sınaq da var. Bəli, var. Və burada nə deyir? Deyir ki, yazılmış proqram icrası zamanı klaviaturadan daxil edilə biləcəyimi neçə dənə natural ədədi var ki, hər dəfə 8 ədədi çap olunsun. Baxın, burada görür ki, bu K-nı K hər dəfə bir vahid artır, 5'e vurur. S-lə də nədir? Cəmləyir. Biri deyim, K dəyişənin qiymətinin 8 olması üçün gövdənin dövrün gövdəsi ən çox 7 dəfə, ən azı isə 6 dəfə icra olunmalıdır. Aydındır. Gəlin indi 7-ci dövrdən baxaq. Çünki artıq o belə deyim, gəlin yazaq, baxaq, izah edəcəm. S üstə gələk. Düzdürmü? Bu 5'i elə bir ki, bir vahid artırıb vurunca elə 5'i çıxardacağım nədir? Mötərizə xaricinə. K 1'dir özü. Birinci biri vurub sonra artırıb baxır. 1, üstə gələ 1, 2'ye 2, 3, 4, 5, 6, 7. Böyük bərabərdir dövrdən 250. S üstə gələk. Bunları toplayıb 5'e vuranda eləyəcək 140 böyükdür 200, böyük bərabərdir 250. S də böyük bərabərdir 110. Burada da S bərabər olacaq nəyə? 110'a. Sonra gəldik 6 dövründən. Bu 7 dövründən baxdıq. 6 dövründən baxırıq. S üstə gələk 5. 1 üstə gələk 2, üstə gələk 3, üstə gələk 4, üstə gələk 5, üstə gələk 6. Aydındır? 6. Gələcəm 6. Kiçikdir. Dövrdə qalmasına baxıram. Amma ona görə işarəsini dəyişmədim. S üstə gələk 105. Kiçikdir nə? 250. S də kiçikdir nə? 145'dən. S də bərabər olacaq nəyə? 144'ə. İndi ən kiçik. Burada baxın. Burada en böyüğünü götürmüş olacağım. En küçüğünü götürmüş olacağım. Tabii ki en küçüğü nedir? 110'dur. En küçüğü 110. Minimum 110. Düzdür mü? En böyüğüm burada da neyi tapmış olaram? Max'ı. En böyüğüm ise 144. Ve bunlar arasında deyir neçə natural ədəd var? 144'dən çıxacağım 110. Üstə gəl 1. Bu deyəcək nə? 35. Belə deyim ki, qəbula ən böyük, ən kiçik, belə deyim ki, məşhur düşən suallardan biridir. Yenə deyirəm, həmişə məsəl üçün algoritmdə də və ya Pythonda da ən böyük, ən kiçik soruşsa, hələ ki siz baxmayın ki, mən bu işarəni dəyişsəm ən böyüyü tapa bilərəm, işarəni bu cür dəyişsəm ən kiçik. Xeyr. Baxın, elə ən azı buradan baxaq. Baxın, elə buradan. Heç bir nümunəyə getmirəm. Buradan en böyüğünü tapmaq olar, en kiçiyini tapmaq olar. Buradan en kiçiyini tapmaq olar. Çünki burada 110'dursa, 100 olsa, məsəl üçün, 102, 103, 109. 109 110'dan böyük olmayacaq. Deməli, en kiçiyi 110'un özünə bərabər olan olacaq. Və dövrdən, belə deyim ki, bu dövrdən çıxma şərtidir. Məsəl üçün, qalma şərtində də, yəni işarəni ona görə dəyişdim. Hələ də yenə də burada bilmirəm, en böyüyü tapa bilərəm, ya necə. Burada da 144. Çünki burada nəyə görə ən böyük 144 oldu? Çünki burada 143 də 145'dən kiçik ola bilər, 140 da 142'də. Ona görə max da nədir? 144. Və bunlar arasındakı natural ədəd 35'ə bərabərdir. B variantı.